Hər vaxtınız xeyir dəyərli insanlar. Demək, sizə litosfer dünyada olan böyük litosfer tavaları və bir neçə kiçik litosfer tavaları ilə tanış edəcəm. Demək, 7 iri litosfer tavası var. Avrasiya tavası, Şimali Amerika tavası, Cənubi Amerika tavası, Afrika, Hind-Avstraliya tavası, Antarktida tavası, bir də Sakit Okean. Bunlar iri litosfer tavalarıdır. Kiçik litosfer tavalarının sayı çoxdur, amma onlardan ən məşhur və böyükləri Naska tavası, Kakos tavası, Karib tavası, Ərəbistan tavası, demək Filippin tavası, İndoneziya tavası, bir də gəlir Fiji litosfer tavası. Bu litosfer tavaları müxtəlif istiqamətlərdə hərəkətlər eləyirlər. Onlar yer kürəsinin bəzi sahələrində toqquşur. Bax, bu işarə ilə işarə olunur və bəzi sahələrində isə bir-birindən aralanır. O da bu işarə ilə işarə olunur. Toqquşma zonaları konvergent sərhədlər, aralama zonaları isə divergent sərhədlər adlanır. Qeyd edeyim ki, litosfer tavalarının divergent sərhədləri əsasən okeanların orta hissələrinə uyğun gəlir.